Salam aleyküm. Burada yatır. Tamam. Salam dostlar, gördüğünüz kimi hələ ki təkəm, amma dostlarımız buradadır. Biz gedirik Xaloğlunun yanına, Nardaran, Bilgə tərəfə, Sibrizə, yəni Sibrizə yerləşən kababçı məkanına. İndi inşallah özünüz görəcəksiniz necə olacaq ora. Xaloğlu bizi gözləyir, uşaqlar da yoldadır. Birazdan çox maraqlı olacaq. Gəlin getdik. Dediyim kimi yəni uşaqları götürürük bir-bir. Gəlmişik İlkin qardaşımızın yanına. Ay, salam. Əleykum salam, çoxdandır görüşmürdük. İndi kakraz gedirik Xaloğlunun yanına. Çox gerek Halo uşağı oradadır. Logon istədim, reklamdır. Yaxşı, reklam eləmək. Getdi. Çox getdi. Getdi. Salam aleyküm. Geldik. Gəldi. Axırı. Gəldik, başlayırıq. Vaxtına gəldik. Kakaz görsən. Romantik. Salam aleyküm. Nə var ya bugün baxırdım qalqardan. Salam aleyküm. Ay, kimsə bilməz belə hədiyyə. Gedək sıralım. Başlayaq. Başlayaq. Gələm. Bəs sizə bu kepka zat nədir? Aerodrommuş ki. Salam. Biz dostlar, bugün də hardayıq? Dənizin qırağında və nə etmək lazımdır? Əlbəttə ki, bir salam vermək. Ay salam aleyküm. Oğlum bu sağlıkçı sənətkarsan belə şeyləri daha Abi qarpızdır. Nəsə babat pistaş, kemotal pendiri, biraz üstündə nanə. Lehti tema. Əslində bu resept xaricdə var. Biz prosta onu əlavə elədik. Adını dəyişdik, məşğulat düşdü. Xaloğlu Kənan çox gözəl təqdimat eləyib. Həqiqətən də yüngül salatdır, fəslə uyğun. Ümumiyyətlə ki, bütün süfrə hamısı Bakı üslubunda qurulub. Çoban salatı, yanında acıkası, gözəl şorabaları, yəni hər şey yüksək səviyyədə. Özü ki, Bakı promoy Bakı stilində. hə, Dəniz, Nərdaran, Nərdaran Ağşanısı, hər şey əla. Əslində Salat həqiqətən əladır. bizdə burada konsept nədir? Dənizin qırağında nə qurmaq istəmişik? Əziz dostlar, bu Bakının yəni toylarına aid bir yer. Haradakı lülədən, tükədən yeyə bilərsən, biraz da rəqs eləyə bilərsən. Düzdür, bugün rəqs havası deyil. Amma nə havasıdır? Yeyib içmək, salam belə Vurmaq aşlar. Xaloğlu yenə də çox sağ ol. Yığmısan bizi bugün. Biz həmişə sən çağıranda həmişə belə ləzzətlə gəlirik ki, bugün axşam babat yeyib içmək olacaq. Odur ki, öpürəm səni. Öpürəm. Xaloğlu, bizim izləyicilər bəlkə də bilmirlər. Elə bilirlər biz çəkilişdəyik, amma biz də oradan istirahət eləyirik. ki, Hamıya da xoş istirahətlər arzu eləyirik. Güman edirəm bizim videomuzu bəyənəcəklər Məncə də. like qoyarlar. Bunu bir dənə deyək. Salam məlik. Ya bir də bu toyuq gülləsi. Toyuq gülləsi. Zirənclidir. Yo. Bunun suyuna çoxuna bax. Bunun sokuna bax, bunun sokuna bax. Bunu şöyle salıb. Çox dadlıdır, doğrudan dadlıdır, bəyəndim. Uşaqlar icazə versəz, sağlığı mən qaldıraram. Ürəyim doludur. Sizin xətrinizi çox istəyirəm. Keçən səfər də gözəl oturmuşduq. Sizinlə
dincəlmək, istirahət eləmək mənə ləzzət eləyir. Çünki nəyə görə? Səmimiyyət var, mehribançılıq var. Dadı şikardır. Gəldi, getdi özünə axıdı. Mən lüləni məsələn hər yerdə yemirəm. Həqiqətən lülə elə şeydir ki, onu hər adam istədiyin formada verə bilmir də. Bu dobro lülədir. Yəni belə Dobruğundan başqa dadı. Babaq lülədir səndə. Sağ ol, xeyirli olsun. Çox sağ ol. O quzunu evə almıram da, yəni o qiymətədə, bura aldığım qiymətədə. Yəni ki, istəyirəm burada ən dadlı olsun, ona görə təriflədim özümü. Sağ ol. Dostlar, gördüyünüz kimi gəlmişik dəniz qırağına, yəni kababçı obyektinə. Maşınla gəlmişik əlbəttə ki. Bugün vəziyyətimiz yaxşı olacaq, yəni içəcəyik və bildiyiniz kimi, yəni biz içəndə heç vaxt sükan arxasında oturmuruq. Ona görə də bunun üçün 189-un ayıq sürücü xidməti var. Yəni telefonla da zəng vura bilərsiniz, tətbiq vasitəsilə də girə bilərsiniz, yəni sifariş edə bilərsiniz. Sadəcə olaraq, yəni siz əgər burdan şəhərə gedəcəksinizsə, yəni biraz əvvəlcədən sifariş edin ki, yəni ayıq sürücü vaxtında gəlib çatsın. Yəni çünki müəyyən bir vaxt lazımdır ki, bura çatsınlar. Və sizi əlbəttə ki, təcrübəli bir sürücülər aparacaq və 1000 manata qədər hər hansı bir ziyan olsa, onu 189 tərəfdən ödənilir. Odur ki, istifadə eləyin. Mən də bugün ondan həmişə olduğu kimi istifadə edəcəm. Yararlanın. Sağ olun. Heç usbet eləməyib quzu, mələməyə, pramoy. əti. Karan o, kəsdirib, gətirib buraya, pramoy. Kababçı. Konkret. Rahat lokum. Bu rəngini göstərir, rəngini buna bax. O dirə zalata korçka. Ona bax, rənginə bax. Yəni kim istəyir qurda da bilər, amma bunun Qanlı olmalı ha. Can əti də can deyir də. güc canlı kabab canlı. Xeyirli. Kabablarımız gəldi. Sразу hiss olunur ki, ətlər sveji. Quzudan balaca nədir? Quzunun balacası da bu boyda qabırğa. Yəni prosta neverayatla, məhki, yumuşaq. Belə sən lap qurumuş deyil də, sən yaxşı pişmiş, tam belə vəziyyətinə çatmış kabab. Neydi? Lap neydi? Dinə soçdur. Вы меня поняли. Canan sağ ol, xeyirli olsun. Bu gün də indi sən məkanda yığışmışıq, həqiqətən. Xalodla ilə kabab, bir-birinin konkret obyekt var, gəlirsən, görürsən xalodla adamı ürəyini açmır da, yəni xalodla gəlir, nəsə xoşuna gəlmir, adam biraz narazı, həqiqətən sən xalodla super, özü elə belə qeyri-adi, məsələn, sən məndə qeyri-adi yox, amma bu qeyri-adidir, bu heç yerdə yox. Çox super başladı Super. bizim məclisimizə. Kabablar şedevr, yəni kabablara söz yoxdur, həqiqətən çox dadlı. Sağ ol, xeyirli olsun, uğurun bol olsun. Öpürəm əzim, çox sağ ol. Sağ ol, sağ ol. Belə nadir. Burnu da gətir, burnu da gətir. Əslində var. Biraz da məşğulat kimi, yəni bizdə toyuq kababı da var, amma asatrindən heç bir fərqi yoxdur. Çox dadlıdır. Asatır kimi toyuq kababı. Heç balıqdan isə fərqlənmir, əla. Çox sağ ol ki, dəvət eləmisən bizi gözəl məkana, gözəl qardaşlardır. Fəxr edirəm ki, sənin kimi halal dostumuz var bizim. Milli mətbəximizi öz video roliklarında təmsil edirsən. Bacardığın qədər bizim milli kulinariya təmsil edirsən. Həmişə sən bütün rolikları görəndə, bütün çəkilişləri görəndə sevinirəm. Çünki sən də həqiqətən də Azərbaycanın layiqli oğulsan ki, bizim mətbəxi təmsil edirsən. Var ol, halal ol. Vurmasam da ara, amma bir dənə belə. Amma sən biləsən ki, sən usta da olsan da, həm də çox gözəl dostsan. Var ol, halal. Sağ ol. Sağ ol. Amma 5-6 bazar. Belə yoxdur, Yəni. Dana deyil, bildiyin medium rare steak bastırmada. Yəni bu dana bastırması, bu nəsə başqa bir şeydir. Kənan əzizim, Aloğlu. Çox sağ ol hər şeyə görə. Belə gəldin, necə lazımdır. Və bundan başladıq. Çox əntiqə bir başlanğıc idi. Yəni başlanğıc necə etsə, davamı da belə gəldi. Yəni sənə arzu edirəm ki, həmişə belə şən olasan, sevdiyin insanların ətrafında olasan, ruzi bərəkət öz yerində. Yəni istədiyin kimi hər şey olsun. Hər başlanğıcın belə uğurlu olsun. Təşəkkür edirəm əzizim. Sənin o şən sözünün arxasında bir gözəl söz gizlənir. Adı Nikbinli idi. Gəlin hamımız Nikbin olaq və biz Nikbinin tərəfdarı olaq.
və onu ucalda, qaldıraq göylərə, onunla da biz bir yerdə qalxaq. Çox sağ ol sözünə görə. Sağ ol. Xala, bu deyəsən qutardı ya. Sən narahat olma ya xala Sağ ol. oğlum. Biri də var. Bu aramızdakı səmimiyyətin sağlığına, həqiqətən bugünkü gün bu səmimiyyəti, bu abu-havanı yaratmaq çox çətindir. Həqiqətən mən bugünkü gün insanlara baxıram, görürəm ki, nədənsə narazıdırlar. Nədən narazıdırlar? O dostluğu, o səmimiyyəti qurursalar da saxlaya bilmirlər. Onu saxlamaq çox böyük bir şeydir, yəni çətin bir şeydir. Bu neçə aramızda səmimiyyətlə. Öpürəm. Səmimi olmaz. Təmənnasız. Əziz dostlar, burada bizə dəstək olan insanlardan da ən böyüyü Ağadır. Ağa özü dediyi kimi sənətkar oğlu, sənətkaram. Allah sənin qolubu var eləsin. Uşaqların rəyini özün eşidə bilərsən yəni burada. Əla, yəni vallahi çox minnətdaram. Super, yəni şədəf. Oturmuşdum divanda, qarmonum da yanımda. Birdən nə dedi? Cavit gəldi bura. Salam əleykum. Məşhur bizim bu Bilgə zonasının kabab restoranlarının işlədicisi, atası Elçin dayı, bizim sevimli dostumuz. Cavit, Gəlmişəm əvətdən xeyir-dua verməyə. xeyirdandan da başqa gəl çörəyi götürək. Pomidor yumurta gətirib. Biraz batışdıraq. Batır eləyir. Batır eləyik. Machiavelli. Ay, nə yaşamısın? Ay, salam əleykum. Hadi oxurum. Uşaqlar, hamımıza xoş istirahət. Əziz dostlar, izlədiyinizə görə təşəkkür edirəm. Baba, bir nə deyək hamı ya? Deyək. Salam əleykum. Xala oğlum. Hacı, Elə bir ki, biraz çox oldu ha. benzin qırağına sağlam. İncəl də. Düz deyirsən amma.